2022-ci ildə Saqarezo Bələdiyyəsinin Keşəli kəndində Aydın Həmzəyevin qətli ilə bağlı cinayətdə ittiham olunaraq saxlanılan Mahmud Əliyevin yaxınları Tbilisidə məhkəmə binası önündə etiraz aksiyası keçiriblər. Mahmud Əliyevin yaxınları bildirirlər ki, hadisə ilə bağlı ekspertiza rəyi və video görüntülər olsa da, lakin məhkəmə bunları nəzərə almır. Onların iddiasına görə mövcud faktlar Mahmud Əliyevin cinayətdə birbaşa iştirakını təsdiq etmir. Mahmud Əliyevin yaxınları həmçinin onda qeyd edirlər ki, mağazada baş verən silahlı hücum zamanı görünən şəxsin xarici görünüşü də uyğun gəlmir. Kənd sakinləri sözü gedən cinayət işinin təkcə Mahmud Əliyevlə yekunlaşmadığını və bir sıra şəxslərin də sözü gedən hadisə ilə bağlı ittiham olunaraq saxlanıldıqlarını bildirirlər. Mənim oğlum və bir neçə başqa şəxs günahsız yerə həbs olunub, halbuki cinayəti törətmiş şəxs azadlıqda gəzir. Polis 3 il ərzində cinayətin üstünü aça bilməyib və qətlə yetirilən şəxsin ailəsinin təzyiqi səbəbindən hüquq mühafizə orqanları əməkdaşları oğlumu məsuliyyətə cəlb ediblər. Onlar aidiyyatı qurumları düzgün araşdırma aparmağa və günahsız şəkildə saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər. Xatırladaq ki, 1986-cı il təvəllüdlü Aydın Həmzəyev 2022-ci ildə kənddəki ərzaq mağazasında çalışdığı zaman avtomat silahla qətlə yetirilib.